Qaqalar, axşamınız xeyir olsun. Hər vaxtınız xeyir olsun. Yeni videonu çəkirəm, yeni videonun qarşınızdayım. Demək, əlimdə belə bir cihaz var, BMW skaner. Belə düşünürəm ki, ucuz qiymətə alıb işimizə yarayan cihazlardan biri budur. Demək, cihazımız nələr bacarır öz balaca dünyasında. Kodları oxuya bilir, kodları silə bilir. Bir də ki, çox dərinə getmədən bəzi kodlamaları eləyə bilir. Hansı ki, işıq blokudur, bu tiplidir. Məsəl üçün, yağ, necə deyirlər o, zamanın mı deyim, nəyin deyim, o sıfırlanması kimi beləsə sadə əməlləri eləyə bilir. Demək, keçək videoya. Bunu bir mən taxıram, OBD2-dir. Normal olaraq belə gəlir. Yəqin ki, 99-dan 98-dən aşağı olan modellərdə ki, OBD1 ilə qoşular, amma yoxlamamışam. Yəni, özü belənsinə gəlir, OBD2 ilə. Bu bir dənə taxım mən yerinə. Taxandan sonra belənsinə işığı yanır. Yaşıl bir də sarı. İndi işığın görürüqündən görürsən. Mən salonun işığını söndürüm ki, keçək. Demək, BMW skaner belə bir proqramı var. Yükləmə linkini yerləşdirərəm. Məhsulun satış linkində çalışdığım qədər yerləşdirərəm. Amazon kimi saytlarda biraz bahadır və yaxud da digər diagnostika saytlarında biraz bahadır, amma əsasında Temu kimi yerlərdən daha ucuz ala bilərsiniz. Mən çox ucuz almışdım elənçinə. Demək, girdik proqrama belə bir səhifə gəlir. Burada deyir ki, icazə ver maşını tanıyaq. Burada bir dənə istəsəz, yəni ləğv də eləyə bilərsiniz, amma bunu bir dənə vurursunuz ki, bir dənə maşını yüngül də olsa tanısın ki, maşın nədir, nəçidir. Burada demək, maşının şassisidir, getdiyi kilometrajdır, vinidir, vinin son 7 rəqəmidir, bütövüdür. Hamısını yazır. Motordur, avtomatikdir, nədir. Bu aşağı hissədə də maşının daxili funksiyalarını yazır. Nə bilim, yəni dumanlısı var, yağış sensoru var, yaponkadır, isti iqlim qurşağı üçün istəsə olunur. Beləsinə oxşam. Bura elə də dərin bir şey deyil. Buradan çıxdıq. Demək, burada həmin bayaqki hissədir ki, hansı belə deyim, maşın haqqında məlumat. Sonra bu səhifələr, bu belə deyək, blokların yerləşmə yeridir. Daha da, yəni ayrı-ayrı 3 səhifədə yerləşdirə bilər ki, məsələn, birdə EGS var, EWS var, ABS var, belə-belə. Bildiyimiz kimi scan, DTC clear, settings. Settingsdə elə bir böyük dəyişiklik eləməyə ehtiyac yoxdur. Dil olaraq da bir ingilis dili, bir də alman dilidir ki, 3-cü sual atıb, heç onu mən də bilmirəm. Buradan çıxaq, bir dənə ilkin olaraq bir dənə scan verim. Yəni, yaxşıdır. Cihaz olaraq yaxşıdır. Niyə? Çünki çox başa düşüləndir də. Məsələn, bu yazır ki, 3 dənə xətadır. Xətanın içinə daxil olandan sonra deyir ki, məsələn, bu daimi xətadır. Çox diagnostika cihazı deyirik onu. Prosta ki, yəni, belə deyim, bu işlə məşğul olmursansa, təməl bilicin yoxdursa, yəni bu proqramla asanlıqla maşının beynindəki problemləri tapa bilərsən. Maşallah, məndə də ki, heç aşıpa çıxmır ha. Deyim ki, fulludur, yox. Amma yəni pis də deyil də. Bu şeylərə keçmirəm. Çünki məndə bunlar demək heç biri yoxdur. Ona görə stop verirəm. Belə fullun da istəyən olsa, fulllar da var. Bunlar heç bunlar mənasıdır. Bu fulllar buradadır. Yəni köhnə, belə deyim, nəsil BMW-lər üçün indipendent məsləhət görürəm. Yeni nəsil üçün də istanı məsləhət görürəm. İstə köhnələrdə baxır, amma funksionallığı daha çox yenilər üçündür. Demək, burada məsəl üçün bütün blokları, oxuya bildiyi blokları ki, SLS blokunu mən özüm ləğv eləmişəm ki, burada işığı yanmasın. Maşının bu işığını da yandırım. Burada ABS-in işığı yanmasın. Qalanlar da ki, bu nədir? O biri də ki, bilmirəm o niyə ləğv olub. Nəysə, o sonra araşdırıram. Demək, belə bir şey var. Məsələn, üstünə vurdun, göstərir ki, məsələn, məndə göstərir ki, vozluxamel işləmir, ora buradır. Buradakı, belə deyim, bu proqramın asan
başa düşülər olan hissəsi nədir? Məsələn, burada aşağıda yazıb ki, yəni fokuslasa kamera. Demək, aşağıda yazıb ki, davam eləyən, yəni aktiv davam eləyən xəta. Bir də ki, yəni davam eləməyən xəta. Yəni belə deyim, burada göstərir ki, Vozdukhammer daimi olaraq göstərir ki, yoxdur. Amma aşağıda o necə deyim, Signal Can ASC3 bu deyir ki, arada bir gedib gəlir. Yəni bu clear eləsəm ki, silməyəcək bilirəm, amma silə də bilər. İndi o izah eləyəcəm. Amma məsələn sildi. Bu deyir ki, arada gedib gəlir, amma görə bu birisiləri sildi. Boş şeydir əslində. Bu işləmir deyə beləsinə də. Məsələn, burada da bir dənə müsbət cəhət olur ki, məsələn 3 dənə xəta vardı, deyir, ikisini sildim, birini saxladım. Şərt deyil bir-bir girib siləsiz. Buradan bir dənə clear details eləyirsiniz. Məsələn, kamera fokuslanmır. Bir dənə belə vurdum. Məsələn, deyir ki, bir dənə xəta var idi. Biri də qaldı. Silə bilməmişəm deyir. Yəni, mən onu izah edeyim ki, məsələn, bir xəta vardı, sildim, ay təzədən yarandı. Bu necə bir şeydir? Belə izah edeyim. Elə bir ki, kimsə sənə anladır ki, belə sən 1 milyon pulun var. Sən belə durursan, baxırsan ki, 1 milyon yoxdur. Yəni, mövzu belənçinədir. Yəni, mən getdim proqramçının yanına, elektrikin yanına, maşında aşıbqaları sil dedim. Evə gəldim, aşıbqalar yenə də davam elədi. Ya da ki, o ustadan çıxdım, bu ustada, bu necə silib, bəs aşıbqalar yerindədir. Yəni, bu biraz absurd temadır da. Yəni belə deyim, məndə məsələn Vozdukhammer çıxılı vəziyyətdədir. Maşının hal-hazırda biraz problemlər var. Mən Vozdukhammeri taxanda maşın yerimir deyə Vozdukhammeri çıxartmışam ki, maşın heç olmasa o öz beyni ilə nizamlasın, yerisin. Mən burada məsəl üçün girirəm, Vozdukhammeri gözünüzün qabağında sildim. Hər şey qaydasındadır. Mən maşını açara salıb kodlayan kimi naxadı beyin bir dənə Vozdukhammeri bir dənə məlumat göndərir ki, qardaş sən burdasan mı? Görür ki, yoxdur yerində. Naxadı bir dənə də beyinə təzədən aşıb qatır ki, qardaş bu Vozdukhammer yoxdur axı yerində. Yəni bu biraz dediyim kimi getdim, sildim, silinmədi, gəldim ustanın yanına, o bir ustanın yanına, bu usta pis idi. Yəni bunlar biraz şeydir də, yəni absurd temalardır. Bax burada məsəl üçün izah edeyim. Məsəl üçün açar blokunda deyir ki, bir dənə xəta vardı, hamısını silmişəm, qalmayıb. ABS-də məsələn 2 dənə xəta vardı, hamısını silmişəm, qalmayıb ki, yenə getdi bu 2-ci, 3-cü səhifələrə, ehtiyac yoxdur. Məsələn, burada deyir ki, məsələn, burada 3 dənə xəta var, 3-ünü də silə bilməmişəm deyir ki, nədir? Girirsən, baxırsan ki, deyir ki, nədə? Yan güzgün şeyində, kabellərində problem var. Bu da nədir? Divaler. Bu şeydir. Elə bir ki, necə deyim, məsəl üçün, oğurluğa qarşı olan sistemdir bu. Bu hal-hazırda nəsə aşıbqa eləyir. Məsələn, bu beləsindən aşıbqa eləyəndə, məsəl üçün, maşını kilitləyib açanda işıq yanmır, beləncinə xətalar verir ki, bu silə bilmir, mənası da yoxdur, onsuz cəhd eləməyimin. Çünki daha əvvəl də cəhd eləmişəm bir dənə fokussa. Demək, belə bir şeylər var. Məsəl üçün, girdik deməyə. Biraz səslədir. Burada nələr var? İndi hər bloku da eləyə bilmir. Məsələn, live data var. Burada maşın haqqında məlumatlar verir. Ki, bu bizə elə də lazım olan bir şey deyil. Əgər dərin işlərlə məşğul deyilsənsə. Çünki mən bu proqramda çox belə şey eləmirəm. Çox işlərlə məşğul olmuram da. Çünki bunun yetdiyi qədər şeylər var. Məsələn, korobkada nədir? Korobkada məsəl üçün reprogramming eləyə bilirik. Boş şeylərlə məşğuldur. Məsəl üçün, burada LCM blokunda məsəl üçün kodlama eləyə bilirsiniz. Çox yüngül şey oldu da, yəni necə deyim, alt bilgi olmadan. Coding data baxsınız. Burada bir də ki, məsəl üçün, beləsinə məlumatlar verir. Məsəl üçün, bax, burada nədir? Maşının getdiyi kilometrajdır. Burada məsələn 1000-in son 7 rəqəmidir. Burada date yazıb. Hansı vaxt istehsal olunduğudur. Yəni 0067 o deyir ki, bu detal 2000-ci ilin 46-cı 67 dedim, səhv dedim, 0046. Bu detal 2000-ci ilin 46-cı həftəsində istehsal olunur. Beləsinə şeydir. Məlumat verir. Buradan demək bizə lazım olan nələrdir? Coding data basdıq. Light coding basdıq. Belə bir səhifə açılır. Hansı ki, mən bundan aktiv şəkildə istifadə edirəm.
Demək nələr var burada ki, yüngül ingilis dili ilə mən də çox möhtəşəm deyirəm, ona görə şey eləmirəm. Nə bilim, suyun səviyyəsinin məlumat ötürməsidir, yağın məlumat ötürməsidir. Aşağıda call check var. Məsəl üçün nədir bu? Sən açarı taxıb 2 diş vurandan sonra, yəni kodlanmışdan əvvəl başlayır maşının bütün işıqlarına, tormozuna, dumanlısına, ora-bura başlayır məlumat göndərir ki, görüm hansı işıq işləyir, hansı işləmir. İşləməyən kimi pirborda göstərir ki, falan işığın işləmir. Məsələn, mən bunu söndürmüşəm. Niyə görə söndürmüşəm? Çünki belə deyim, açarı açıb bağlayanda maşın başlayır maraqatlamağa. O məsəl üçün light modul 2 var, hansı ki maşın işıqları oynayır. Məsələn, onu aktivləşdirib bağlamaq üçündür bu. Gəl belə izah edeyim sizə. Demək, ben maşın bir dəqiqə açıq vəziyyətdədir. Bax, söndürdüm. Bax, bir dəqiqə açdım. Heç nə yoxdur da, hər şey qaydasındadır. Və keçirəm buradan. Low beam lights eləyirəm. Bir də yaz. Bəli. Bax, məsələn, bir dəqiqə maşının beyninə yazır. Yandırır, söndürür. Nə dedi? Yazdı ki, coding data yazmaq, okey elədim. İndi maşını təzədən söndürürəm. Yəni açarı bağlayıb. İndi təzədən açarı açıram. Bax, başlayacaq indi bax. Bax, sağ sol yoxlayır ki, görüm işıq yanır ya. İndi bu əvvəlində belə sürətli eləyir, sonra başlayacaq yavaş-yavaş atmağa ki, mən bunu bir dənə ləğv eləyim. Niyə ləğv eləyirəm, açıq o da deyim. Çünki yolda getdiyin yerdə də əgər blижний işığın yanmırsa, başlayır bu məlumatları ötürməyə. Ləğv elədim, yenə də söndürdü, yandırdı. Yazdı ki, hə. Başlayır məlumatları ötürməyə. Başlayır məlumatları ötürməyə ki, yoxlasın, görsün ki, hansı işıq işləyir, hansı işıq işləmir. Bu da bizə sərf eləmir. Nəyə görə? Çünki həm qabağından gələn maşın, həm də arxasıyla getdiyin maşın elə bilər ki, sən ona şey eləyirsən, miqat atırsan və yaxud da nəsə. Bu biri tərəfdəkilər nədir? Məsələn, hansı işığın işləmirsə, buradasa pirborda göstərir ki, bəs falan imenli var, falan işığın işləmir. Məndədir ki, arxa dumanlının bir işləmədiyinə görə dumanlıları ləğv eləmişəm. Bilet qoyduğuma görə qabaq yaxın uzaq işıqları ləğv eləmişəm. Bir də tormoz işığının zadını ləğv eləmişəm ki, bunların xarab olub olmamağın mənə demədən mənası yoxdur. Bu wearingdə nə bilim kəmər taxıldı, açar yanlı qaldı, açar taxılı qaldı. Bu tipli xətaları pirborda göstərmək üçündür. Boş şeydir. Bunları da bir dənə mənə lazım ki, kəmər taxılanda ya da taxılmayanda aşıqqa vermə. Bunu aktivli saxlamışam. Other options'dır. Nədirsə option bunda da göstərir ki, məsələn, burada maraqlı bir şey var. Bu məsəl üçün şeydir. Duman, əstəğfurullah. Məsələn, pavornik vuranda pavornik 2 dəfə miqat atır. Tək də çak eləmir də, çasak belənçini eləyir. Bu belə şeyləri var. Bunları da istifadə eləmirəm. Hansı ki, məsələn, bunda olmayıb, NC daminə eləyə biləcəyimiz nələr var? Tormuzu basanda ya da ki, pavornik yandıranda arxa tormuzun da yanmağı, dumanlının da yanmağı həmin istiqamətə. Belə şeylər kodlaya bilirsən. O da ki, maşının elinə görə də dəyişə bilir. Çünki bəzi, belə deyim, bloklarda kodlamaq olmur. Belə şeylər var. Coding datada mesaj kontroldur. Burada da dediyim kimi, məsəl üçün, nələri istəsən kodlaya bilirsən. Məsəl üçün, tormoz işığın ləğv eləsən, tormoz işığın yandığını göstərməyəcək. Qapının açıq olduğunu göstərməyəcək. Park statusuna keçməyə zaten. O şimdi belənçinə də sürət limitini zaten ləğv eləyəm. Maşının dilin dəyişmək olur buradan. Ki, məndə ingilis dilindədir. Məsələn, burada icazə verdiyi dillər dəyişmək olur. Belənçində şeylər var. Məsələn, bu nədir? Bu, mən özüm yoxlamamışam. Nəysə. Buradan çıxaq, keçək. Programmingdə burada nəsə var idi mi? Yoxdur. Otomatik dəyişmələr lazım deyil bizə. Məsəl üçün, Center Body Electronics. Burada coding data eləyib ki, bir dənə özünə gəlsin. Recording eləyib. Demək, nə eləmək olur? Bu Servotronic zat bunlar qurcalamaq lazım deyil. Bunlar məsəl üçün sunroof modulu zadı şeydir.
lükün açılıb bağlanmağı, orası burası. Driver seat memory. Bu yaddaş paketlərdir. Arka qabaqçı məndə arka sideniyalarda olmadığına görə bu mənasızdır burada. O birisilər nədir? Interior light soft on off. Bu salon işığının yanıb sönməyə söhbətidir. Bu heç. Güzgülərin yaddaşlı olmağı, olmamağı belə şeylərdir. One touch function şeydir. Bu bir düymə ilə şüşələrin açılıb bağlanmağıdır. Məsələn, sürücüdür. Sürücüdür. Bir düymə açsın, bir düymə bağlansın. Sərnişinlidir, bir düymə açsın. Arxalardır, yadakı lükdür. Belə şeylər var. Bu nədir? Yoxlamamışam. Adından da ki central locking bilməm nədir. Option bu avtomatik lockingdir. Bu deyir hansı açarla açsın. 2 dəqiqədən sonra maşın bağlansın, bağlanmasın belə funksiyası var ki, məsəl üçün necə işləyir o da deyim. Bir çox BMW-lərdə var, amma söndürürlər. Məsəl üçün maşına kilidin açsın, 2 dəqiqə ərzində heç nə eləməsən, naxadi təzən qapıları bağlayır. Çox adam bunu əslində çox maşının beynində görmüşəm ki, bağlı gəlib. Lazımsız şeydir. Yəni bizim dostların da başına gəlib ki, məsəl üçün maşın kodlu vəziyyətdə düşüb, markete girib çıxıb görür ki, maşın bağlanıb. Ona görə baxmadı bir 20 ilin, 25 ilin maşınında ona görə şeydir. Belə problem olur. O birisi şeylərin qapının kilitlənməyidir ki, mən inanıram ki, bir çoxsunda işləmir. Sonra belə başqa nələr var burada? Bu şey sistemidir, bir ağlarım o xəta çıxan sistemdir bu, hansı ki məndə işləmir, oğurluğa qarşı olan sistemdir. Buradakı əslində buradan sensor zadı söndürsən, bəlkə də işıq işləyər, amma eləmirəm. Sonra başqa nələr var burada? Alarm işıqlar hansı yansın, hansı sönsün, hansı səs çıxarsın, bunları seçmək olur. Reprogrammingdə nə var? Burada bizdə heç nə yoxdur. Başqa nələrimiz var? Coding datadan bir dənə burax görək. Recordingdə bura girmişdik deyəsən. Hə, burada məsəl üçün belə bir şey var. Məsəl üçün saat qurşağı dəyişmək olur, temperatur, sürət, yürüyüşün millə göstərsin, kilometrlə göstərsin. Məsəl üçün sərfiyyatı necə göstərsin. Yəni məndə əslində Yaponkada olmalıdır bu km bölünsün. Yəni 1 litrə neçə kilometr gedə biləcəyini göstərməlidir. Amma məndə eləncəsində göstərmir. Məndə özüm dəyişmişəm, eləmişəm ki, görüm neçə litr şey eləsin. Sonra maşın neçə silindirdir, onu buradan şey eləmək olur. Engine faktor kombusondur, bu maşından maşına dəyişir. Sürətlər qutusu üzr istəyirəm. Sürətlər qutusu nədir, onu beləncə. Əslində bu dəyişmək olur. Ki, amma məsləhət deyil, maşının beyni naxadı pozulur. Sonra başqa burada nələr var bizim oynaya biləcəyimiz. Burada nə bilim belə yenə də su səviyyəsinin beyinə ötürən məlumatı, nə bilim yağ səviyyəsinin beyinə ötürən məlumatı, skorsu göstərməyi, nə bilim belə şeylərdir ki, hansı ki bizə lazım deyil. Buradan keçib ən çox istifadə elədiyim servis intervallarını sıfırlamaq olur. Məndə bu biraz başqa şeydir. Burada məndə əslində avtomatik 4 skorsudur axı maşın. Nəysə, demək o servis reset var ki, məsələn burada şeyləri, servisləri sıfırlamaq olur ki, mən təzə sıfırlamışam deyə sıfırlaya bilmirəm. Bu neydi? Bu pirboru yoxlayır ki, görək pirborda nə eləyir, nə eləmir ki, birinci videomda səhv eləməmsə göstərmişdim bunu. Pirborun özündən də eləmək olur bunu. Bir dənə də möhkəm qalxacaq, düşəcək. Məsələn, məndə 5-ci skorsu göstərmir. Fikir verirsə 5 var orada, amma göstərmir. Çox maraqlıdır, niyə? Beləncə, başqa nələr var? Başqa nələr var burada? Reprogrammingdə heç nə yox idi. Yadımdan çıxıb, əslində elə baxıram. Burada da işləməyəcək. Coding data eləyəcək, recording. Bunlarda heç nə yoxdur. Belə dediyim kimi, yəni
az bir məbləğə alınıb istifadə olunacaq məncə ən qəşəng cihazlardan biridir. Yəni çox belə də dərin bilgiləriniz yoxdursa, məncə alıb istifadə edə bilərsiniz. Bir dənə DTC-ləri də silək. Görək nə göstərəcək. Ondan əlavə, əgər istək olsa, Avtocom'dur daha doğrusu, İstadır, Impadır kimi proqramların video çəkişlərini eləyərəm. Ondan sonra, ya da ki bu videodan sonra ola bilsin ki, çox güman ki şeyi çəkdim. Bir də yenə aşıqalar çoxsunu sildi. Nəysə, bu saxlamayayım, davam eləsin. Məsəl üçün, NC ekspertinə, NC dummy ilə maşınların beynindən girib məlumatları çıxardıb nə eləyə bilərik ki, niyə görə nə eləyə bilərik deyirəm. Məsəl üçün, bir dənə, əslində bu hal-hazırda qoşduğum kabellərin heç nə eləmək olmur bunlarda. Məsəl üçün, bir dənə girək baxaq. Məncə tanımayacaq. Amma öz kabeli ilə, tanımayacaq. Öz kabeli ilə burada biraz nələrlə oynamaq olar, onu göstərirəm mən növbəti videolarda sizə. Maraqlı bir şeylər eləmək olur, amma mən məsləhət görürəm ki, əgər nəyin nə edəcəyini bilmirsinizsə, yəni girişməyin adı yoxdur, çünki bəzən normal üzdən oxuduğun şey başqa bir şey çıxa bilir. Məsələn, mən burada otometr sıfırra var idi, sıfırra deyil, otometr dəyiş var idi. Məsəl üçün, burada otometr dəyiş var idi. Yaz var idi. Hətta ingiliscə tərcümədə yaz yazırdı. Məsəl üçün, otometr 0 kilometr göstərir. Reprogrammingdən otometr yazı vurmuşdum. Çünki başqa bloklarda, məsəl üçün, LCM blokunda deyək. LCM blokunda deyirsən 647, yox, burada yox, bura yazmayaq. Çünki maşın priborum otometr. Bu hara yazmışdım mən? LCM blokuna yazmışdım. Reprogramming eləmişdim. Reprogramming və gözləyir. Bura itirsəm. Məsələn, burada otometri yaz düyməsi və belənsini işləyir. Bura 647.000-dir. 640, bura yazıram 650.000. Düzdür, okey elədim. 647.000 olacaq 650.000. 650.000 əslində deyir olmaz. Çünki maşının deyir sürüşündən çox getməməlidir. Bu yazıram 647 1 2 3 647.700. Ona görə qızartdı ki, qardaş, maşının kilometrajı gedib 647.000, sən yazsan 650.000. Burada belə dəyişikliklər eləmək olur. Amma məsələn, deməkdə, yəni digital motor elektronik sistem bura yazırsan sıfırlayır. Yəni belə şeyləri məsləhət görmürəm. Bura yazsan deyir ki, davayda bu resetləyim. Mən də birinci oxumamışdım. İkinci dəfə oxudum ki, hoşum eləmək lazım deyilmiş. Belə bir şey. Hoşum, dostlar, qardaşlar, bugünlük bu qədərdir. Gələn görüşlərdə sağlıqla qalın. Yenə də dediyim kimi, ucuz qiymətə alına biləcək ən yaxşı cihazlardan biridir. Yəni cihazı göstərim, bir işığı yandırım maşına. Ucuz qiymətə alınacaq cihazlardan biridir mənə görə. Yəqin ki, bu işlə məşğul olanlar da bu videoya baxacaqlar ki, onlar da eyni fikirdə də ola bilərik, olmaya da bilərik. Mən profesional usta deyiləm ki, deyim ki, bu əlasıdır. Prosta da dediyim kimi, həvəs var deyə almışam, yığmışam. Bundan əlavə də cihazlarım var. Yəni, heç nə bilmirsənsə, yüngül işlərlə məşğul olasınsa, qardaş, al bunun birini at maşına. Boş-boşuna, məsəl üçün, belə cihazlar almayın. Bu çox mənasız cihazdır. Bundan ancaq bir nə eləmək olar. Məsəl üçün, mən bunu veçin taxılı saxlayıram. Maşının temperaturun, zadın, belə şeyləri yoxlayıram. Məsəl üçün, da yəni, aborotuna baxıram, sürətinə baxıram, nə bilim, su nə dərəcədə qızıb, ona baxıram. Belə şeylər üçündür. Başqa heç nəyə yaramır bu. Heç nə, Allah işimizi avam eləsin, xətasız, balasız yox, xətasız, bəlasız maşın sürməklə qismət eləsin. Gecəniz xeyrə qalsın.